Listen to the passage and answer the questions according to the passage. Mətni dinləyin və mətnə görə sualları cavablandırın. Mətnimizdə təbii ki, dialoq idi. Mətnimizin dialoqu Tom ilə Lara arasındadır. Onların heyvanlara olan sevgisi. Lara'nın pişiyi, Tom'un isə iti var idi. Lara'nın pişiyinin adı Lily, Tom'un itinin adı isə Max idi. Və ilk sualımızda qeyd olunur ki, choose the correct answer according to the passage. Mətnə əsasən suala yəni düzgün cavab verin. Which of the followings can we understand from the passage? Mətndən verilənlərdən hansını biz başa düşə bilərik? A variantında Max and Lily are friends with each other. Max və Lily bir-biri ilə dostdur. Təbii ki, onlar Max itin adı, Lily isə pişiyin adıdır. Onların dostluğu qeyd olunmur. Lara has a dog, Tom has a cat. Lara'nın iti var, Tom'un pişiyi var. Məlumat yanlış qeyd olunub. Əksinə Lara'nın pişiyi, Tom'un iti var idi. Tom and Lara don't like animals. Tom və Lara heyvanları sevmir. Yanlışdır. Ən sonda qeyd olunan məlumata görə hər ikisi heyvanları sevirlər. Tom never plays with Max. Tom heç vaxt Max'la oynamır. Əksinə parkda oynayırdı. Tom and Lara like animals but they play with them in different places. Tom və Lara heyvanları xoşlayır, lakin onlarla, yəni heyvanlarla müxtəlif yerlərdə oynayır. Düzgün cavabımız Y variantıdır. Hər ikisi heyvanları xoşlayır. Lara pişiyi Lily ilə bağçada, Tom isə iti Max ilə parkda oynayırdı. Ona görə də fərqli məkanda oynamağı da düzgün qəbul olunur.